Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salamlayıram sizi dəyərli tamaşaçılar. Xoş gördük sizi və nəzərinizə çatdırım ki, artıq bu gecədən etibarən Fatimiyyə günləri daxil olur. Və bu əzadarlıq münasibəti ilə sizə ilk öncə başsağlığı verirəm və daha sonra istəyirəm qeyd edim ki, bu gündən etibarən, yəni bu axşamdan etibarən 20 gün ərzində dünyanın bir çox ölkələrində müsəlmanların qərar tutduğu yerlərdə Fatimiyyə günlərinin ehtiramı saxlanılır və müxtəlif əzadarlıq məclisləri təşkil olunur. Və məhz bu günlərdə biz də istəyirik ki, siz dəyərli izləyicilərin xidmətinə xanım Fatimiyyə Zəhranın barəsində yeni nöqtələr, onun həyatına yeni bir baxış, müxtəlif nöqtələri nəzərinizə çatdıraq. Və istərdim ilk öncə tarixə bir nəzər salaq və bir neçə nöqtəni, tarixi faktlar barəsində sizin nəzərinizə çatdırım və daha sonra bu 20 gün ərzində inşallah Allahın izni ilə xanım Fatimiyyə Zəhranın həyatından bəlkə də çox az eşitdiyiniz, bəlkə də eşitmədiyiniz bir çox nöqtələri istəyirəm ki, sizə təqdim edim. İstər onun yəni ailə həyatı tərzində və istər uşaq tərbiyəsi ilə bağlı, istər insanlarla ictimai rəftarı, fədək xütbəsi, vəsiyyəti, bu kimi müxtəlif nöqtələrə inşallah ki, toxunacaq. Amma gələk tarixə. Nə üçün məhz 20 gün? Bəlkə də siz bunu təkrar eşitmisiniz və istərdim mən də bir nöqteyi nəzərdən çatdırım ki, xatırlatma olsun, qısa da olsa. Bildiyiniz kimi Həzrət xanım Fatimiyyə Zəhranın dünyadan köçdüyü tarixlə bağlı müxtəlif, istər Şiə mənbəsində, istər Sünni mənbəsində müxtəlif variantlar və versiyalar var. Yəni onun şəhadəti ilə bağlı dəqiq bir məlumat əlimizdə yoxdur. Əsasən iki fakt var ki, məhz bu iki faktdan biri bilmirik ki, hansı onun şəhadət tarixidir. Bilirik ki, Həzrət xanım Fatimiyyə Zəhranın həyatına nəzər salanda xanım Fatimiyyə Zəhra Peyğəmbərimizin 45 yaşında dünyaya gəlib. Yəni Besətin 5-ci ilində və Məkkə şəhərində dünyaya gəlib. Onun ömrünün 8 ili Məkkədə və qalan 10 ili isə Mədinədə olubdu. Yəni Mədinə şəhərinə hicrət ediblər və hətta biz zaman-zaman bu hicrət barəsində və hicrət dönəmində xanım Fatimiyyə Zəhranın rolu və onun həyat tərzi barəsində inşallah ki, qeyd edəcəyik. Bəs Peyğəmbərin 45 yaşında Həzrət xanım Fatimiyyə Zəhra dünyaya göz açır. Peyğəmbərimizin əziz, dəyərli və tək qızı. Və qeyd olunur ki, ümumilikdə ola bilsin ki, tarixdə məhz ərəb hərflərindəki nöqtə məsələsinə görə, nöqtə qoyulmadığına görə o dönəmdə bilinmir ki, səb'in yazılıb və ya tis'in yazılıbdır. Bu iki kəlmənin arasında qaldıqları üçün bu zaman fasiləsində olan tarixə məhz 20 gün ərzində xüsusi ehtiram qoyulur ki, olmaya bu tarixdən hansısa xanımın dəqiq şəhadəti olar. Və məhz bu yüzdən də iki tarixin arasındakı zaman fasiləsini möminlər, məxsusən də şiələr xüsusi bir şövqlə əzadarlıq və matəm mərasimləri keçirirlər. Amma tarixə nəzər saldığımız zaman görürük ki, Peyğəmbərin qızının dünyadan köçməsinin ay və günü tam dəqiq olmasa da, ixtilaflı olsa da, bu dəqiqdir ki, o hicrətin 11-ci ilində Mədinə şəhərində şəhadətə yetişir. Və ixtilaf məhz ay və gün məsələsindədir. Bəzi mənbələrdə qeyd olunur ki, 13 Cəmadül əvvəldə, bəzi mənbələrdə isə deyilir ki, yox, 3 Cəmadül sanidə dünyadan köçübdür və müxtəlif variantlar var tarixdə. Bu yüzdən də məhz qeyd olunur ki, xanım Fatimiyyə Zəhra Peyğəmbərdən sonra ya 75 gün sonra, ya 95 gün sonra şəhadətə yetişir. Bəs deməli xanım dünyadan köçərkən onun 18 və bir neçə ay və ya bir neçə gün yaşı var idi. 18 il ömründən keçmişdi.
Əsas məsələ budur ki, həmin o zaman fasiləsində ehtiramı bizim böyük alimlərimiz, ariflərimiz gözləyirdilər və bu üzdən də bu matəm günlərinin ehtiramı bizim tərəfimizdən də gözlənilir. Və çox yaxşı fürsətdir ki, necə ki Məhərrəm ayında, necə ki Ramazan, Rəcəb, Şaban aylarında biz yəni ibadi məsələlərə vaxt ayırırıq, zaman ayırırıq. Ömrümüzün 20 gününü də Həzrət xanım Fatimə-i Zəhranı tanımağa, onun qəmində, qüssəsində göz yaşı axıtmağa və onu xatırlatmağa çalışaq. Və onun şəhadəti barəsində biz digər nöqtələrdə qeyd edəcəyik ki, hətta İmam Sadiq əleyhissalam qeyd edir ki, o hicrətin 11-ci ilində, amma Həzrəti Zəhra dəqiqdir ki, məğrib və işa namazı arasında dünyadan köçür. Yəni, artıq şam namazı daxil olandan sonra məğrib və işa namazı arasındakı fasilədə şəhadətə yetişir. Amma şəhadətin səbəbi nə idi? Misbahul Ənvar kitabında qeyd olunur ki, onun şəhadətinin səbəbi məhz 2-ci xəlifənin Qulamı Qunfuzun vurduğu qılınc zərbəsi nəticəsində idi. Hansı ki, o qılıncın, hətta bəzi mənbələrdə qeyd olunur ki, yəni qabı ilə, başı ilə möhkəm xanıma bir zərbə vurur və bu zərbənin nəticəsində onun bətnindəki körpəsi Həzrəti Möhsün siqt olur və xanım şiddətli bir xəstəliyə düçar olur. Ömrünün son günlərini çox ağrı acı içərisində keçirdir və bu zərbə nəticəsində o xəstəliyə ki düçar olur, həmin xəstəliyin səbəbindən də zəifləyir və şəhadətə yetişir. Bu fakt mənbələrdə qeyd olunubdur. Bugünlük elə bilirəm ki, bu qədər kifayətdir və inşallah ki, mənəvi proqramımızın ardını gələn bəhslərdə, gələn günlərdə sizin üçün qeyd edəcəm və gözəl tövsiyələri var alimlərimizdən ki, inşallah ki, davamını izləməyə davam edərsiniz. Sağ olun, salamat qalın.